ey Allah'ın qulları, Allah Teala'dan haqqıyla qorxun, onun bağışlanmasına və razılığına tələsin, ona tərəf gedin. Allahın qəzəbini vacib edən şeylərdən uzaq durun, ona qaran səbəblərdən uzaq durun. Kim iman gətirərsə də və islah edərsə də, onlar üçün nə qorxu, nə bir kədər vardır. Kim Allah'a və Resuluna itaat edərsə də, Allah'tan qorxarsa da, onlar nicət tapanlardılar. Allah Subhanahu taala bu ayı bizlərə nəsib eləmişdi. Baxmayaraq ki, bu ayın biz sonundayıq, Ramazan ayının sonunun çatması, bu ayın tez tutarması bizlərə nəyə xatırladı? Bir insanın ömrünün tez olması, əcəlinin tez çatmasına və arzularının tez tutarmasına və cəza diyarına getməsinə bizlərə xatırladı. Yəni, cəza diyarı etdiyin əməllərin qarşılığı verilən bir diyardır. Sən nə edirsənsə də, onun qarşılığını orada görəcəksən. Onun üçün də biz ölümdən sonra olan bir həyat üçün daha çox hazırlaşmalıyıq. Salih əməllərlə, imanla, tövbə ilə, günahlardan tövbə edərək, peşman olaraq, nələr ki, xeyirlər ötürdü bizim üçün, onları eləməmişik, ona peşman olaraq və ona kədərlənərək ki, biz bunları niyə etməmişik? Bunun üçün biz ölümdən sonraki həyata tələsməliyik, hazırlaşmalıyıq. Biz ki, Allah Subhanahu taala da bunu bizim üçün əmr eləmişdir və bildirmişdir ki, özümüz üçün azuqə götürək, hazırlaşaq və demişdir ki, وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى Artırın, özünüzün azuqə götürün, həqiqətən ən xeyirli azuqə təqvadır. İnsan özündən apardığı şey ən xeyirlisi təqvadır. Ramazana az bir zaman qalmasına, Ramazan bir neçə günə tutarır. Lakin buna baxmayaraq, mövsüm baxımından Allah Teala yanında o bir neçə günlər belə ən fəzilətli, əzəmətli günlərdir. Sizin qarşıdan gələn bu gecəniz də ola bilsin ki, tək gecələrə təsərrüf edə bilər. Siz bunun üçün çoxlu çalışın və bilin ki, əgər siz Qədir gecəsinə çatası olsanız, o sizə 1000 aydan da xeyirlidir. Yəni, ictihad edin, çalışın, sizə olun, Quran oxuyun, dualar edin, zikirlər edin və bu gecəni, Ramazanın bu gecəsini də gözəl şəkildə qarşılayın. Yəni, ola bilər ki, bu gecə, Qədir gecəsi ola bilər və sən bağışlanmış kəslərdən olarsan. Yəni, Qədir gecəsinə kim həqiqətən təsadüf edərsə, həmin gecəni ibadətlərdə, zikirlərdə keçirərsə də və həmin gecə çatarsa da, ümid olunur ki, o kəs bağışlanmış kəslərdən olar. Necə ki, Peyğəmbər sallallahu hədisdə də demişdi ki, وَيُغْفَرُ لَهُمْ فِي آخِرِ اللَّيْلِ Gecənin sonunda onlar üçün bağışlanma olur, yəni onlar bağışlanılır. Deyirlər ki, Allah Rəsulü, o Qədir gecəsidirmi? Deyir ki, lakin deyir, əməl edənin kəsin əməli tutardıqda onun qarşılığı verilir. Yəni, sən baxma ki, hansı gecədir Qədir gecəsi, sən bax ki, son 10 gündə hansı əməllər edirsən. Ola bilsin ki, Qədir gecəsi ola bilər, həmin gecəni sən ibadətdə yox, sən günahlarda keçirə bilərsən. Ona görə edilən əməlin qarşılığı verilir insana. Sən bunun üçün çalışırsan, o günə də təsəddüq edərsə də nə xoş halına. Bunun üçün də özünü bağışlanmağa, ərzələ özünüzü bağışlanmağa, ərz edin, onun səbəblərini götürün. Nə bağışlanma səbəbləri varsa da, o əməlləri edin. Allah Subhanahu taala deyir ki, وَإِنِّي لَغَفَّارٌ Mən günahları bağışlayanım. Ləğəffar təkrar bağışlayır. İnsan günaha düşüb tövbədir. Günaha düşüb tövbədir. Kimin üçün bağışlayır Allah taala? Limən təb. Kim ki tövbədir. Yəni, tövbələri qəbul edən vardırsa da, sən heç vaxt ömrünü üzmürlər. Və günaha düşmək də Adəm övladına lazım olan bu dolan bir şeydir. Sən günaha düşdün, sən əlində haçam, silah var, tövbə, istiğfar. Dön Rəbbinə və tövbə elə. Allah Teala deyir ki, kimi bağışlayır, tövbə edir, iman gətirənləri, salih əməl edəni, sonra bu yolda düz gedənlər. Özü də əzm qoyur ki, mən bu günaha qayıtmayacağam. Məğfirətə çalışın, məğfirətin səbəblərini axtarın. Kim bağışlanmaq istəyirsə də qoy, sadiq, nəsuh bir tövbə eləsin. Yəni, insan günahı tərk edib, peşman olur və o günaha qayıtmayacağını özündə əzm qoyur. Salih imanla, salih əməllə bu yol üzərində sabit olmaqla Rəbbimizə dönün. Allah Teala bizləri və sizləri Allahın razılığına və bağışlanmasına çatan cəmaatdan əhlindən etsin. Həmçinin Allahın qulları bu ayın sonunda fitri zəkat çıxartmaq vardır. Fitri zəkat o yeməkdən çıxarılır, pulla çıxarılmır. Sadəcə pulu verib kimisi vəkil tuta bilərsən özünə ki, o səndən onu çıxartsın. Görürsən ki, bəziləri hər hansı bir alimin sözünü gətirib, sonunda insanları ibadətini şəriətin qoyduğu çərçivədən kənara çıxardırlar və insanlardan pul kimi onu yığırlar, öz məsləhətləri üçün
ve bəzi toplumlarda bu şeyler vardır. Bunun için de lazım ki bu yemeklerin sadısını Peygamber sallallahu aleyhi ve sellem bunu bize bildirmişti ki yani bir sahne değil olabilir ki bir insana 2 kilogram makaron veya da ki un veya da ki 2 kilogram 300 gram düyü ve buna oxşar hansı ki bunun cədvəli vardır, qardaşlar bu cədvələr baxıb bunu çıxara bilər. Kimin üçün çıxarırsan? Özün və əhlin və kimlər ki sənin himayəndədir. Sen onlara baxırsan, onlar üçün çıxardırsan. Sonra bu ne vaxt çıxarılır? Ramazan bayramından bir gün, 2 gün qabaq çıxarılır. Yaxşı olar ki, əgər imkan olarsa da ona bayram günü çıxardasan. İmam minbərə çıxmır. Minbər yox, daha doğrusu imam namazlara çıxmayar kimi. Yəni çıxana kimi bunu çıxardasan. Bu yaxşı olar. Sadəcə vaxt çatmadığı üçün İbn Ömərdən də gəlmişdi ki, bir gün, 2 gün qabaq biz bunu çıxardardıq. Yəni budur ki, mükellef olan kardeşler vardır ki bu işine onlara müracaat edebilirsiniz ve onları özünüze vəkil tutabilirsiniz ki onlar sizin əvəzinizdən onu çıxartsın. Bayram gündən qabaq, 2 gün qabaq bunu çıxardır. Həmçinin insan onu çıxardığında nəfsini təmizləyir, oruç tutanın günahları üçün kəffarədir o. Əgər o orucunda hər hansı bir naqislik olursa da onun tamamlanmasıdır, insanın dərəcələrinin qalxmasıdır. Yəni kasıflara, miskinlərə müəssisə etmək. Müəssisə hər şey onlar üçün asadlaşdırmadır ki, görürsən ki, insan gəlib özü səndən heç nə istəyə bilmir, amma sən bunu axtarırsan, tapırsan və bir-birinizə tövsiyə edirsiniz ki, filan gəz kasıbdır və bunu çıxarıb kimlərə vermək lazımdır. Bunun da siyasi var, qardaşlar, bilənlər bilir, çıxardanlar çıxardır və verirlər. Çünki elə qardaşlar, elə kasıblar vardır ki, Allah Subhanahu onları Quranda da vəsf edəndə, onlar deyir, insanlardan istəməməklərinə görə cahil elə zənn edir ki, bu varlıdır. Yani onlar insanlardan heç nə istəmirlər və iffətlidirlər, təaffuf çəkinirlər bu şeydən, insanlardan nəsə istəməkdən və cahil elə zənnedir ki, bu nədir, varlıdır. Buna görə belə insanları, meçid imamlarına və öz yaşadığımız yerlərdə insanlara tövsiyə edir ki, filan kəs vardır, hətta zəkatını, fitri zəkatını çıxaran insanlar aparıb onlara onu verə bilsinlər. Bu da xeyir və təqva üzərində köməkləşməkdir. Həmçinin bayram namazı vardır ki, Allah Subhanahu bu bayram namazını dilimizde koyuptur, vacip olarak koyuptur ve Müslümanlar buna yığılırlar ve İslam'ın meşakkatlerini müşahede edirlər. Peygamber sallallahu aleyhi ve sellem Müslümanların beləti bayrama yığılmalarını emreləmişdir. Hatta o kadınlar ki, o kızlar ki, aslında şeriatdə kızlar necə olmalıdır? Həddi bulmaqsa təkli olan otağı olur. Otururlar, ələ gedən kimi otaqdan kənara çıxmırlar. Hatta onların bayram namazına gəlməsini belə Peygamber sallallahu aleyhi ve sellem emr edib, hətta üzürləri olan qadınlar belə sadəcə deyir ki, bizim musalliyə yaxınlaşmasın, arxadan onu müşahidə eləməlidirlər və müsəlmanların namazlarına baxıb, onların zikrini müşahidə eləməlidirlər. Yəni, Peygamber sallallahu aleyhi ve sellem bunu əmr olaraq edir ki, bu yollar da gəlib bu xeyrə yenəsində baxsınlar. Bayram namazına gəlmək, xütbələ qulaq asmaq, nədir bu? Böyük bir xeyrlərdir, buna həris olur. Həris olun şəriət əhkamlarını yerinə yetirməlisə, gəlirsən bayram namazına 7 dənə xurma yeyə bilsənsə yeyə. Sünnədir. Peyğəmbər sallallahu fitr bayramında namaza çıxmamışdan öncə 7 dənə xurma yeyərdi. Sonra gəldikdə məğrib namazı girdikdə hansı ki bayram gedir, Şavvalın ilk günü olduqda sən təkbirlə Allah'a zikr eləməklə özünü məşğul etdiyinə İbn Məsuddan gəlmişdir ki, o beləncə edərdi. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, ve lillahi'l-hamd. Bu zikirlə, bu duayla özünü eynədilən, məşğul etkilən. Allah Subhanahu taala kimləri ki müvəffəq edir bu şeylərə, ona görə insan çoxlu şükürlər etməlidir. Qadınlar gəldikdə əhli istifadə eləməməlidir, zinətlərini üzə çıxartmamalıdırlar, bəzi qadınlar bilmirlər. Yəni şeylər reklamları görsən ki, üzərinə gözlərini çəkirlər, əhli istifadə edirlər. Bu şeylərdən qadınlar istifadə eləməməlidir. Açıq-saçıq gəlməməlidirlər. Allah Subhanahu taala kimlər ki müvəffəq edir, fitr zəkatını çıxardır, bayram namazını qılır və Allah yanında olanı ümid edir. Allah Teala onlar barəsində ki, "Qad əfləhə mən təzəkkə." Yəni özünü təmizə çıxaran, başa çıxaran insan nicat tapdı və zəkərə ismi Rabbihi fəsallə. Rabbinin adını zikr edir və namaz qılır. Yəni bu kəslər nicat tapdığını bildirir. Allah Teala istəyir ki, bizləri və sizləri günahlarını bağışlasın, o bağışlayan, rəhm edən, siz də Allahdan bağışlanma dilir.